Bu hakim Qarabağ Chelsea oyununa təyin olundu UEFA tərəfindən. Çox, nə bilim, bu hakim keçən aylarda Ukrayna Azərbaycan millilərinin arasında keçirilən oyunda baş hakim idi. Azərbaycan millisinə qarşı qərəzli qərarlar verdi və Ukrayna millisi 2-1 tutdu. Keçən aylarda oldu. Və hardasa 2-3 il bundan qabaq UEFA Avroliqanın bilməm neçənci turunda idi. Hakim Qarabağ oyununda da bu hakim var idi. Amma buna baxmayaraq Qarabağ səfərdə 1-0 hesabı ilə qalib gəldi. Bu hakim millimizin oyununda da təyin olundu, məğlub olduq. Şəxsən Qarabağ klubunda da bu hakim oyununda təyinat alıb, amma o oyunda bəzi qərarlar var idi. Amma Qarabağ 1-0 səfərdə oldu. Sizlərin fikri çox önəmlidir.